Salam əziz şagirdlər. İndi sizə şəhid biologiya müəllimi Turan Rəhimovun əziz xatirəsinə həsr olunmuş bilik yarışının suallarını izah edəcəm. Birinci sual. Ulotx yosunun həyat sikli təsvir olunmuş sxemdə hansı rəqəmlər verilmiş proseslər əlverişli şəraitdə baş verir? Bilirik ki, mühit şəraiti əlverişli olduqda ulotx yosunu qeyri-cinsi yola çoxalır. Ona görə birinci əlverişli şəraitdə baş verir. Və həmən zoosporlar yetkin bitkiyə çevrilə bilir. Amma yetkin bitkidən qamet mühit şəraiti əlverişsiz olduqda əmələ gəldiyi üçün 3 ola bilməz. Qametlərlə ziqotun əmələ gəlməsi, təbii ki, bu da əlverişli şəraitdə olur. Əlverişli mühit şəraitinə keçdikdən sonra artıq ziqot qansız sporlara çevrilir. Yəni, ziqot halında əlverişsiz şəraitə keçirilir. Əlverişsiz şəraitə keçirdikdən sonra mühit şəraiti əlverişli olduqda artıq ziqot qansız sporlara çevrilir. Ona görə 4 də əlverişli şəraitdə baş verəcək və qansız spor da təbii ki, yetkin fərdə çevrilmiş olur. Deməli, doğru cavabımız 1, 2, 4 və 5 cavabı olacaqdır. Aşağıda hərflərlə bəzi məsafələr göstərilmişdir. X, Y, Z məsafələri. 10 il sonra verilən məsafələr necə dəyişir? Təbii ki, biz bilirik ki, ağac uç hissəsindən boy atır. Yəni, ən uç hissədən boy attığına görə 10 il sonra bu hissə böyüyəcək, ona görə Y məsafəsi artacaqdır. Və ağac kambi toxumasının hesabına N-də böyüdüyünə görə zaman keçdikcə bu qraf N-də böyüyəcək deyə məsafə qısalmış olacaq. Ona görə Z məsafəsi azalacaq. Və uç hissəsindən boy attığına görə X məsafəsi isə olduğu kimi qalacaqdır. Deməli, X dəyişməyəcək, Y artacaq, Z isə azalacaq. Ona görə doğru cavabımız olur C variantı. Növbəti sualımız. Qırabaxanın yalancı dilci şəkilli çiçəklərində meyoz prosesi getdiyini demək olarmı? Biz burada yalancı dilci şəkilli deyirik. Təbii ki, yalancı olduğu üçün burada dişlicik və yaxud da erkəkcik olmayacaq. Erkəkcik və dişlicik olmadığına görə də burada meyoz prosesi getməz, meyvə əmələ gəlməz, toxum əmələ gəlməz. Ona görə doğru cavabımız olur A variantı. Müəyyən sayda öküz solteri sülfəsinin əmələ gəlməsi üçün mayalanmada en sayda qamet iştirak etmişsə, bu sülfələrdə neçə qarmaq olur? Bilirik ki, İki qametin birləşməsindən bir ziqot əmələ gəlir. Əgər en sayda qamət iştirak edibsə, deməli, n bölünsün 2 qədər ziqot olacaqdır. Hər ziqotdan bir sülfə əmələ gəlir və hər sülfənin də 6 ədəd qarmağı olur. 2 ilə 6 ixtisar getdikdən sonra bərabərdir, 3n edir. Doğru cavabımız C variantı olur. Növbəti sualımız. Qapalı şüşə qab altına yerləşdirilmiş canlılar müəyyən zamandan sonra məhv olurlar. Təbii ki, siçan və göbələk. Qabın altında heç bir avtotrof orqanizm olmadığı üçün, yəni və yaxud da fotosintez orqanizm olmadığı üçün, ətraf mühitə oksigen xaric etmədiyi üçün müəyyən zamandan sonra bunlar məhv olur. Bunların yəni aşağıda verilən canlıları verilən mühitə əlavə etsək, hansıları əlavə etsək, canlıların ömrü uzanır. Biz bura fotosintez ətraf mühitə oksigen xaric edən bir canlı qoymalıyıq ki, ətrafı oksigenlə təmin etsin və siçan və yaxud da göbələk tənəffüs prosesini yerinə yetirə bilsin. Biz də avtotrofu seçməliyik. Erkək qıcı və yaşıl yosun. Doğru cavab 1 və 3 cavabı olur. Cədvələ əsasən X üstəgəl Y ifadəsinin qiymətini tapın. Başlanğıc bakteriya sayı X. Əgər başlanğıc bakteriyanın sayı X-dir. 1 saatdan sonra bölünməyə məruz qalan maksimum fərd sayı. 1 saatdan sonra 2 üstü 1 saat dediyinə görə 1 saatda 3 dəfə bölünmə olur. 2 üstü 3 bərabərdir. 8x qədər bakteriyan var. 8x qədər bakteriyan varsa, başlanğıc sayı da x-dirsə bərabərdir. Bölünməyə məruz qalan fərdlərin sayı 7x-dir. Və 7x də bərabərdir 28-ə. X də bərabərdir 4-ə. Deməli, mənim başlanğıc fərdlərimin sayı 4-üymüş. 2 saatdan sonra əmələ gələn fərd sayı 4 vurulsun 2 üstü 2 saat dediyinə görə 6 bərabərdir. 4 vurulsun 2 üstü 6 64 eləyər. O da bərabərdir 256-ya. Deməli, Y də bərabər oldu 256. X-imiz 4. Y-imiz 256, doğru cavabımız eləyir 260. İkisinin cəmi.
Növbəti sualımız zambaq çiçəklər fəsiləsinin nümayəndələrini çiçəkləri iki qat çiçək yanlığına malikdir. Xeyr, onlar bir ləpəli olduğu üçün sadə çiçək yanlığına malik olacaq. Dişicikləri iki ağızcıqlıdır. Xeyr, dişicikləri iki ağızcıqlı deyil. Əksəriyyətdə dişicik üç ağızcıqlıdır. Erkəkcikləri saplaqsızdır. Xeyr, erkəkciklərinin saplağı da vardır. Yumurtacıq sayı dişicik sayından çoxdur. Bəli, bu doğru fikirdir. Çünki əmələ gətirdikləri meyvə tipləri gilə meyvə və qutucuq meyvədir. Onlar çox toxumlu olduqları üçün yumurtacıq sayı dişicik saydan çox olur. Doğru cavabımız D variantı olur. Növbəti sualımız. Toxumla çoxalan çiçəkli bitkinin bilavasitə gövdəyə birləşən köklərinin cəmi 15-dir. Gövdəyə birləşən köklər əsas və əlavə köklərdir. Əgər 15-dirsə, bunun biri əsas, 14-ü isə əlavə kök olacaqdır. Bu bitkidə yan köklərin cəmi, əlavə köklərin cəmindən 2 dəfə artıq olarsa, əlavə kök 24 olduğu üçün deməli 28 ədəddə yan kök olacaqdır. Bitkinin bütün köklərin cəmini tapın. O zaman 28 dənə yan kök, 14 dənə əlavə kök və bir dənə də əsas kök. O da bərabər eləyəcəkdir 43-ə. Doğru cavabımız D variantı olur. Protal və protonema üçün ortaq deyil. Hər ikisi avtotrofdur. Hər ikisi ali sporlu bitkinin iki düzəltisidir. Rizoida malik olmaq, təbii ki, hər ikisində rizoid vardır. Cinsi nəsil olması deyirik biz burada və bilirik ki, protal cinsi nəsildir, amma protonema isə cinsi nəsil deyil. Sadəcə o cinsi nəslə başlanğıc verəcək olan ilkin düzəltidir. Doğru cavab D variantı olacaq. Aşağıdakı cədvəldə qıcılarda yetkin bitki və protalda baş verən fizioloji proseslər rəqəmlərlə göstərilmişdir. Bu proseslərin baş verib vermədiyini göstərən cavab hansı bənddə doğru göstərilib? Fizioloji proses, protal və yetkin bitki. Fotosintez, təbii ki, protal yaşıl rəngdə olduğu üçün fotosintez edər. Yetkin bitki də yaşıl olduğu üçün fotosintez edər. Mayalanma, protalın üzərində mayalanma gedir, amma yetkin bitkidə mayalanma getmir. Mitoz hər ikisi böyüdüyünə görə mitozda da, deməli, protalda da və yetkin bitkidə mitoz bölünmə gedər. Meyoz protal en dəstinə malikdir. Qametlər mitozla əmələ gəlir. Amma yetkin bitki iki en dəstinə malikdir. Sporlar meyoz bölünməyə əmələ gəlir. Burada baş verir. Deməli, üstəgəl, 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 çıx, üstəgəl, üstəgəl, çıx və üstəgəl. Doğru cavabımız A variantı olur. Sual. Hansı bitkinin tozlanma üsulu sxemdə göstərildiyi kimidir? Görürsünüz, sxemdə çarpaz tozlanma göstərilibdir. Qarğıdalı çarpaz tozlanır. Lakin burada iki cinsli göstərildiyə görə qarğıdalı iki cinsli deyil. Noxud öz-özünə tozlanır. Pambıq özünə tozlanır. Lobya özünə tozlanır. Albalı isə çarpaz tozlanır. Doğru cavabımız albalı olacaq. Hansı bitkinin vegetativ yolla çoxalması doğru göstərilməmişdir? Quşarmudur kök pöhrələri ilə, bu doğrudur. Bənövşə yarpaq çiliyi ilə, bu da doğrudur. Topinambil gövdə yumrusu ilə, bu da doğrudur. Kartof gövdə yumrusu ilə, bu da doğrudur. Qaymaq çiçəyi kökümsov. Qaymaq çiçəyi kökümsov yox, qaymaq çiçəyi bığcıqlarla çoxalır. Ona görə doğru cavabımız B variantı olur. Eyri kütləli, quru, qarğıdalı, darı və noxud toxumları düzələrkən 56 litr su dublarsa, hər birinin kütləsini X olaraq qəbul edirəm. Yəni, quru kütlələri X-dir. Və qarğıdalı öz çəkisinin yarısı qədər. 0,5 X qədər. Darı öz çəkisinin 1/4 qədər. 0,25 X qədər. Üstəgəl, noxud isə öz çəkisi qədər su. Bərabərdir. 1,75 X qədər su udublar. O da bərabər eləyəcəkdir 56 litrə. Darı toxumları düzəlməzdən əvvəl kütlələrinin cəmi neçə kiloqram olmuşdur? Və X də buradan bərabərdir 32. Deməli, hər birinin quru kütləsi 32-dir. Darı toxumunun da həmçinin quru kütləsi 32-ə bərabər olacaqdır. Cədvələ əsasən X üstəgəl Y ifadəsinin qiyməti tapın. Ana tozluq hüceyrə sayı X. Əmələ gələcək mikrospor sayı 16, əmələ gələcək spermlərin sayı Y. Biz bilirik ki, bir ana tozluq hüceyrənin
Meyoz bölünmə nəticəsində 4 mikrospor əmələ gəlir. Hər mikrosporda 2 sperm əmələ gəldiyi üçün ümumilikdə 8 ədəd spermi olacaqdır. Və bizə əmələ gələcək mikrosporun sayı əgər 16 mikrosporumuz varsa, o deməkdir ki, 32 ədəd spermi olacaqdır və o deməkdir ki, 4 də ana tozcuğumuz vardır. Deməli, x bərabərdir 4 olarsa, spermlərin sayı isə 32 ədəd olarsa, ikisinin birlikdə cəmi 36 ədəd edəcəkdir. Şəkildəki bitkilərin fərdi inkişafı zamanı hansı mərhələləri alel genlər cütündən yalnız birinə malikdir? Yaşıl quş mamırının 2 ilə göstərən hissəsi qutucuğun xromosom dəsti 2N. Yetkin bitki olan hissəsinin xromosom dəsti N. Və burada bizə protonema göstərilib. Protonemanın xromosom dəsti N. Erkək qıcının yetkin bitkisinin xromosom dəsti 2N. Protanın xromosom dəsti isə N-dir. Alel genlər üzrə yalnız birinə malikdir deyəndə biz haploid dəstə malik olanları götürürük. Burada haploid dəstə malik olan 1, 3 və 5 olacaqdır. Doğru cavab E variantımız olur. Verilən şəkil dəyişmələrin hansından bilavasitə əlavə kök inkişaf etməz? Bilirik ki, yer kökü əsas kökün və gövdənin aşağı hissəsinin şəkil dəyişməsidir. Gövdənin aşağı hissəsindən əlavə kök inkişaf edə bilər. Georgin kök yumrusudur. Kök yumrusu əlavə və yan kökdəndir. Əlavə və yan kökün şəkil dəyişməsində isə yalnız yan kök çıxacaqdır. Deməli, əlavə kök olmaz. Kartof gövdənin şəkil dəyişməsidir. Gövdən əlavə kök çıxır. Soğan gövdənin şəkil dəyişməsidir. Bundan əlavə kök çıxır. Turp eyni ilə yer kökü kimi orada inkişaf edər. Amma qaymaq otu da kök yumrusu olduğuna görə burada da yalnız deyəcəksiniz ki, yan kök inkişaf edəcəkdir. Deməli, doğru cavabımız 2 və 6 olacaq. Əgər tetraploid öz-özünə tozlanan bitkinin meyvəsində toxumların sayı 5 olmuşsa, onda müşeym kisərindəki hüceyrələrinin xromosom yığınlarının maksimum sayı nə qədər olmuşdur? Tetraploid bitkidir və spermlər daxil olmamışdır. Biz bilirik ki, diploid bitkinin spermlər daxil olmadığı halda müşeym kisəsində olan hüceyrələrinin xromosom dəsti 8 ilə bərabər olur. Əgər tetraploid bitkidirsə, birinin müşeym kisəsində olan hüceyrələrin xromosom dəsti 16N olacaqdır. Deməli, birində. Amma bizə 5 toxum əmələ gəldiyinə görə, hərəsində də 16N olduğuna görə bərabərdir, 80N edir. Doğru cavabımız D variantı olur. Toxumaya malik olmayan canlıları seçin. Askarit toxumaya malikdir. İnfisor təlik bir hüceyrə olduğu üçün onlara toxuma olmaz. Ulotix yosunlarda toxuma yoxdur. Spirogyra yosunlarda toxuma olmur. Ahpalari artıq ixtisaslaşmış toxumaları vardır. Santoria şibiyədir. Şibiyələrdə toxuma olmur. Ulva yosundur. Yosunlarda toxuma olmur. Dəniz kələmi yosundur. Yosun, yəni laminariyadır. Bunlarda toxuma olmur. Gül kələmi isə xaççəklər fəslinə aiddir. Burada toxuma vardır. Deməli, doğru cavab 2, 3, 4, 6, 7 və 8 olacaqdır. Doğru cavabımız B variantı. Hansı yosunda nəsil növbələşməsi müşahidə edilir? Biz bilirik ki, qırmızı və qonur yosunlarda nəsil növbələşməsi gedir. Verilən yosunların içərisində Ulotix, Chlorella, Ulva, Spirogyra yaşıl yosundur. Lakin Porfira isə qırmızı yosunlara aiddir. Doğru cavabımız B variantı olacaqdır. Növbəti sualımız. Doğru cavabı seçin. K qametlərin mitoz yolla əmələ gəlir. Biz deyirik bəli, amma burada bizə deyir xeyr. Bu yanlışdır. X 2 evli bitkidir. Biz deyirik xeyr, amma bu deyir bəli, yanlışdır. Y ali sporlu bitkidir. Biz deyirik bəli, bu deyir xeyr, yanlışdır. D bəndi Z yeraltı zoğa malikdir. Biz deyirik bəli, köküm sov zoğa malikdir. Bu da deyir bəli. Doğru cavabımız D variantı olur. Sual. Cədvələ əsasən səhv mülahizəni müəyyən edin. Çiçəklər xüsusiyyətləri. Həm dişicik, həm də erkəkciklərə malikdir. Birinci çiçək, ikinci çiçək yalnız dişiciyi malikdir.
Üçüncü çiçək yalnız erkəkçiliyə malikdir. Baxırıq. İkinci çiçək birevli bitkilərdə ola bilər. Bəli, birevli bitkilər bir cinsli və ya iki cinsli ola bildiyinə görə, ona görə o birevlidir. Bu doğrudur. Birinci çiçək iki cinslidir. Həm erkəkciyi, həm dişiciyi varsa, təbii ki, iki cinslidir. Üçüncü çiçək bir cinslidir. Yalnız erkəkciyə malik olsun, bəli, bu bir cinslidir. Deməli, birinci çiçək iki evli bitkilərdə ola bilər. İki evli bitkilərin çiçəkləri yalnız bir cinsli olur. Amma burada isə çiçəkdə həm erkəkçi, həm dişicik olur. Deməli, bu fikir yanlış fikirdir. Doğru cavabımız D variantı. Yanlış bəndi seçin. Erkək qametləri spermatozoid adlanan bitkilərin, ali sporlu bitkilərdir. İlkin düzəltisi protal adlana bilər, bəli, qıcı olsa protal adlana bilər. Kök və gövdəsi ola bilər, bəli, qıcılarda kök və gövdə var. Qoza və toxumu ola bilər, qoza və toxumu olan çırpaq toxumudur. Çırpaq toxumlarda da erkək qamet spermatozoid yox, sperm adlanır. Doğru cavabımız C variantı olacaq.